ikiyüzlü bəylərin ümumiləşmiş formasıdır. Onda xarakteri hansı cəhətə götürək? Həm də müəllimlər, Qurbanəli bəy simvoldur. Mən sizə deyərəm ki, Qurbanəli bəy simvoldur. Məsələn, 5-ci sinifdə rəmzə çevrilmiş obrazlar mətni var idi. Yeni 5-də də salıblar Qurbanəli bəy. Həmin Poçt qutusu mətni var, Novruzəli bəydir, ondan sonra Qurbanəli bəydir, başqa obrazlar da veriblər. Bunlar rəmzə çevrilmiş obrazlardır. Qurbanəli bəy, məsələn, biz dərslikdə uşaqlara keçirik ki, Qurbanəli bəy sözü gələndə, Qurbanəli bəy adı gələndə artıq uşaqlar bilirlər ki, söz verib, sözünü tutmayıb. Novruzəlinin adı gələndə nadanlıq, yəni avam olur da, cahil olur Novruzəli. Kərbəlayı Zalı da xarakter kimi götürə bilərik. Kərbəlayı Zalı necə xarakter kimi götürəcəksiniz? Yaxşı. Öz naminə, öz Yox, ümumiləşmədir Kərbəlayı Zalı. Nəyə görə? Hacıqara da simik obraz kimi, yəni həmişə yadda qalıb da. O Hacıqara əlbəttə, bax müəllimlər, Hacıqara, qulaq asın, Hacıqara, Qurbanəli bəy, Novruzəli bəy, bunlar simvolik obrazlardır. Bunlar rəmzə, nəyə görə yazıb ki? Verib ki, mətndə rəmzə çevrilmiş obrazlar. Artıq biz Hacıqara deyəndə, biz düşünürük